Nə qədər perspektiv var? Onu mən təbii ki deyəm, amma əslində bu çeklərin qiymətləri çox dəyərlidir. Yəni onların bugünkü qiymətləri siz necə hesablanmalı idi? Əslində bunun hesablanma metodunda qanunvericilik də var. Siz özəlləşdirmə prosesi başlayanda bütün dövlət əmlakını qiymətləndirməli idiniz. Bunun qiymətləndirmə metodu da var əslində. Və nəzərə alsaq ki, düzdür, çox talanlı dövlət əmlakı. Məsələn, fabrikalar vardı ki, motorlar söküdə aparıb satdılar Qarabazarda, orada metal valon kimi İrana satdılar, elədilər. Amma onu bugünkü qiymətlə deyil, onu özəlləşdirməyə açılanda dövlət arxivlərdə halda bunların balans qiymətləri var. Yəni balanslar hansı əmlakları var. Qiymətlərinizə düşünürəm ki, bu qiymət bəlkə bir 10 min dollar olar yəni. Bir özəlləşdirmə payının qiyməti olar. Ki mən düşünürəm ki, o məbləğin özü də azaldılmış bir məbləğdir. Azaldılmış bir məbləğdir. Təbii ki, bunu iqtisadçılar daha dəqiq hesablaya bilərdir. Əslində biz bunu Ülfət bəy burada sizə danışmalı deyil. Bunu deputat durub danışmalıdır. Danışmır da, danışmır ki biz danışmır. Siz bura məni yox deputatı çağırmalısınız. Deməz, ay deputat, bax sənin seçkin, bax belə suallar göndərir, bu nə cavab verə bilərsən? Çıx bunu parlamentdə səsləndir. Keçsinlər, kim ki onları parlamentdə təmsil edən deputatları var da, indi onlara. Keçsin qapısını döysün. Döysün, sən burada niyə oturmursan? Bax, 2 dənə qanun var. Bax, bunlar var. Bunlar danışılıb, ekspertlər danışıblar, deyiblər, qanunsuzluqlar olub da. İkinci öləşdirmə qanunu hələ qüvvədədir. İkinci öləşdirmə qanunun müddət tələbləri də pozulub. Ki, onun 33-cü maddəsi var. Deyir ki, bu qanunla ziddiyyət yaratmayan köhnə qanunvericilik hələ də qüvvədədir. Birinci özləşdirmə qanununa qədər gedər. Bax, mənim özləşdirmə çekim əlimdə qalıb. Niyə bu məsələni parlamentdə durub danışmırsan? Şikayətçilərin çox hamısı yaşlı insanlardır, çoxu pensionerdir. Hamısı yazır ki, çek məndə qalıb, mən onu istifadə edə bilməmişəm, istifadə etmək istəmişəm, müəssisəmiz özəlləşdirilməyib. Yəni, sizə yüzlərcə şikayət onun altında görmək mümkündür. Ki, onlar deputatlardan çox incitdilər. Çünki deyirlər ki, qanunların icrasında əsas öhdəlik deputatlardadır, Milli Məclisin üzvlərindədir. Amma onlar bu məsələni danışmırlar. Korporativ maraqlara görə mi danışmırlar, siyasi maraqlara görə danışmırlar və yaxud ümumiyyətlə danışmırlar, qorxurlarmı? Amma faktiki olaraq budur ki, vətəndaşların əllərində xeyli sayda bu çeklər qalıb. Onları ya kompensasiya edilməlidir, ya çek investisiya fondları qurularaq vətəndaşlardan çekləri yığmalıdırlar və broker kimi həmin fondlar onları özəlləşdirmədə yerləşdirməlidirlər ki, vətəndaşlar oradan daha sonra dividendlərini ala bilsinlər, yəni qazanclarını götürə bilsinlər. Amma bu ədalətsizlik aradan götürülməlidir. Yoxsa bu götürülməsə, bu həmişə danışılacaq. Yəni, ümumiyyətlə, publik məsələləri müzakirəyə çıxartmaq istəmirlər bu insanlar. Yəni, ictimai marağın olduğu məsələləri müzakirəyə çıxartmaq istəmirlər. Korrupsiya faktlarını gündəmə gətirmək istəmirlər. Yəni, o təyin olunmuş şəxslər orada. Halbuki isə deyim ki, bütçə üzərində nəzarətdir, məsələn, həyata keçirən əsas orqan baxanda belə parlament, normal bir dövlətdə və o insanlar vətənlərinə xəyanət edirlər. Mən onu başqa ad verə bilmərəm. Yəni, yetimin haqqını birisi yeyirsə, ona nəzarət etməli olan şəxs onu nəzarət eləmirsə, o sədən ermənidən daha acılaq insandır. Çünki erməni cəbhənin o bir tərəfində, bizim sən düşmənindir. Bu sənin üçün gizli düşməndir. Nəslinin düşməni, tarixin düşməni, gələcəyin